Salam yoldaşlar. DİM Azərbaycan dili 2025 birinci hissə test toplusundan ismin morfoloji xüsusiyyətləri, ismin cümlədə rolu bölməsindən birinci testin izahına başlayırıq. Taxıcılıq rayonu birləşməsindəki aslı sözlə bağlı səhvi müəyyənləşdirin. Aslı tərəf bu tərəfdir. A variantı isimdir, nə sualına cavab verir? Bəli, taxıcılıq isimdir, nə sualına cavab verir? Bu da doğrudur. Bizdən səhvi istədiyi üçün A variantı doğru, testin doğru cavabı deyil. Keçək B variantına. Adlı haldadır, təkdədir. Taxıcılıq rayonu adlı halda deyil uşaqlar. Qeyri-müəyyən yəlik haldadır. Yəni taxıcılığın rayonu. Ona görə səhvimiz elə B variantındadır. Keçək 2-yə. Çıxışlıq halda olan isimlər hansı cümlə üzvü vəzifəsində işlənə bilər? Məsələn, götürək kitabdan. Kitabdan tamamlıq ola bilər. Bir də var kənddən. Kənddən isə zərflik olacaq. Məsələn, bu cümləni kitabdan oxudum. Bu zaman çıxışlıq halda olan kitabdan sözü tamamlıq olacaq. Bir də var ki, kənddən gəlirəm, haradan gəlirəm, haradan sualına cavab verəndə isə zərflik olacaq. Ona görə D variantı. 3-də təsirli halda olan isim hansı cümlə üzvü ola bilir? Təsirli halda olan isim təbii ki, tamamlıq olacaq. Y variantı. 4-də altına xətt çəkilmiş sözlər nə sayılmalıdır? Ceyrana bənzər qaçışın, addımla qurban qoluna, tərlana bənzər uçuşun, əl çatmaz ipək yalına. Qaçışın nəyin, uçuşun nəyin isimdir? D variantı. 5-də isim hansı cümlə üzvü vəzifəsində işlənə bilir? İsim bütün cümlə üzvləri vəzifəsində işlənə bilir, hətta təyin də ola bilir. Daha doğrusu, əgər isim sifətləşərsə, məsələn, daş sözü, daş ismi sifətləşəndə daş divar. Bu zaman daş təyin olacaq. Ona görə də bütün cümlə üzvləri vəzifəsində işlənə bilər. 6-da cümlələrdən birində isim yoxdur. Yamanlıq isimdir. B variantı. Yaxşılıq da isimdir. C variantı. Qəhrəmanlar isimdir. Çalış fiil, öz zərf, xalqının işinə yarar. Bir dəqiqə, C variantında uşaqlar geri qaydaq. C variantında qəhrəmanlar unudulmur. Qəhrəman sifətdir uşaqlar. Qəhrəman necə sualına cavab verir? Sifətdir, sadəcə olaraq cümlədə isimləşibdir. Bunlar şəkilçisinə görə isimləşibdir. Ona görə doğru variantımız C variantı. D-də xalqının isimdir, Y-də də biclik isimdir. Düzlük də isimdir. Keçək 7-yə. Verilənlərdən hansı nəticə ola bilməz? Verilənlərdən hansı nəticə ola bilməz? İsim sifətin xüsusiyyətini daşıyır. Bu səbəbdir. Nəticədə nə ola bilər? Bax, onları götürə bilmərik, amma nəticədə nə ola bilməz? Bax, bu variantı seçəcəyik. Morfoloji cəhətdən isim olaraq qalır. Bəli, əgər isim sifətləşirsə, bu morfoloji cəhətdən isimdir, amma sifətin sualına cavab verəcək. Ona görə bu ola bilər səbəb nəticədə. B-yə baxaq, sifətin sualına cavab verir. Bəli, əgər isim sifətləşərsə, sifətin sualına cavab verir. Bayaq dediyim nümunədə, məsələn, daş divar nümunəsində hansı divar sualına cavab verəcək daş sözü, amma daş sözü özü daş nə? İsimdir. Ona görə B də doğru variant, B də nəticəyə yerləşə bilər. Keçək C-yə. Başqa bir sözə aid olub, onun təyininə çevrilir. Bəli, daş sözü isimdir. Başqa bir sözə aid eləyək, daş, divar sözünə aid eləyək. Bu zaman bu divar sözünün təyininə çevrilir daş sözü. Ona görə C də nəticəyə gedə bilər. Keçək D-yə. Cümlədə xitab kimi işlənə bilmir. Əgər isim sifətin xüsusiyyətini daşıyanda, daş sözü, məsələn, daş necə xitab kimi işlənsin ki?
Ona görə bu da ora nəticəyə yerləşə bilər. Keçək Y variantına. Dərəcə əlaməti qazanır. Xeyr uşaqlar. Əgər isim sifətin xüsusiyyətini daşıyarsa, düzdür, sifətin sualına cavab verəcək, amma sifət kimi dərəcə əlaməti qazana bilməz. Ona görə Y variantını biz nəticəyə yaza bilmərik. Keçək 8-ə. Sual işarəsinin yerinə yazıla bilər. Bizdən nə istəyir? Qrammatik şəkilçisiz istəyir, düzəltmə olsun, sonra mücərrəd olsun və isim olsun. Baxaq, fikirlər. Bizdən qrammatik şəkilçisiz istədiyi üçün, bax, bura görə. Ona görə lər burada qrammatik şəkilçi var burada. Bizdən şəkilçisiz deyir axı. Ona görə A-nı çıxırıq. Fədakar. Fədakar da baxın, bura görə düz gələcək. Bura necə deyirlər? Fədakarda kar leksik şəkilçisi var. Kar leksik şəkilçidir. Burada bir dəqiqə, fədakar düzəltmədir. Bəli, doğrudur. Fədakar, baxın, bura düz gəlməyəcək. Fədakar sözü isim deyil. Sifətdir, ona görə B də düzgün deyil. C-yə baxaq, əlaçıqlıq. Baxın, bizdən düzəltmək istəyir uşaqlar, amma əlaçıq sözü mürəkkəbdir. Əl kök, aç kök. C də olmaz. D-yə baxaq, dağıntı. Dağıntı qrammatik şəkilçisiz düzəltmə. İsimdir, bəli, mücərrəddir. Dağıntı sözü elə kökü ilə dağıntıdır uşaqlar. Düzəltmə deyil. Bax, bura uyğun gəlməyəcək. Ona görə D-ni də çıxırıq. Keçək gözəllik. Gözəllik qrammatik şəkilçisidir. Bəli, çünki gözəl kökdür. Lik burada leksikdir. Qrammatik şəkilçisiz oldu. Bəli. Düzəltmə oldu. Bəli, çünki burada lik leksik şəkilçisi var. Mücərrəddir. Bəli. Gözlə görə bilmirik, əllə toxuna bilmirik və isimdir. Bax, bu xananı da ödəyir. Nə sualına cavab verir? Ona görə testin doğru variantı Y variantıdır. Keçək 9-a. Təyyarə görəndə biz uşaq kimi sevinərdik. Cümləsindəki isimlərin xüsusiyyətləri ilə bağlı səhvi istəyir bizdən. A variantı. Hər ikisi adlı haldadır. Baxaq. Təyyarə görəndə, yəni təyyarəni görəndə, bu təsirlik haldadır uşaqlar. Uşaq kimi sevinərdik. Bu isə adlı haldadır. A-da amma deyir, hər ikisi adlı haldadır. Səhv ilə A variantındadır. Keçək ona. Biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Üzürlü, tozlu, üzürlü, tozlu, günəşli, ütülü. Necə sualına cavab verir? Amma kəndli kim sualına cavab verir? Bu isimdir. Ona görə qrammatik mənasına görə fərqlənən Y variantıdır. 11-də biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Maraqlı, necə, məktəbli, kim, görkəmli, necə, hünərli, necə, ürəkli, necə. Hamısı sifətdir. Bir dənə B variantı kim sualına cavab verdi? İsimdir. Ümumiyyətlə, L-li şəkilçiləri uşaqlar insan anlayışı yaradanda məktəblidir, kəndlidir, şəhərlidir. Bu zaman isim olur, sifət yox. Keçək 12-yə. Altına xətt çəkilmiş şəkilçilərin növlərini işlənmə ardıcıllığı ilə müəyyənləşdirin. Düzdə zəmi qalxır, evdə səməni. Süfrəsi qonaqlı, baharım mənim. Süfrəsisi burada mənsubiyyət şəkilçisidir. Çünki onun qarşısına, bax bura, yəlik halda söz qoya bilirəm. Məsələn, onun süfrəsi. Biz demişik ki, mənsubiyyət şəkilçisi şəkilçili sözlərin qarşısına yəlik halda söz qoya bilirik. Si burada mənsubiyyət şəkilçisidir. Baharım, isə mənim baharım. Baxın, bu da mənsubiyyət şəkilçisidir. Çünki onun qabağına yenə də yəlik halda olan, məsələn, mənim sözünü qoya bilirik. Mənim baharım. Digər buradakı im isə yəlik halın şəkilçisidir. Deməli, mənsubiyyət yəlik hansı variant oldu? Hal şəkli C variantı. 13-də altına xətt çəkilmiş şəkilçilərin növlərini işlənmə ardıcıllığı ilə müəyyənləşdirin.
Ələsgərəm, yəni mən ələsgərəm. Burada şəxs şəklisidir. Çünki qarşısına mən şəxs şəklisi olduğunu bilmək üçün qarşısına mən, sən, o, biz, siz, onlar şəxs əvəzliklərinin uyğununu qoyuruq. Burada da mən qoya bildim. Mən ələsgərəm. Ona görə burada şəxs, yəni xəbərlik şəklisi var. Keçək dərdim. Mənim dərdim. İm burada mənsubiyyət şəklisidir. Deməli, bir dənə də burada var i. Səni. Bu da hal şəklisidir. Deməli, ardıcıllıq istədiyinə görə birinci gələcək mənsubiyyət, sonra hal, sonra daha doğrusu birinci şəxs, hal, mənsubiyyət. C variantı. 14-də. Sən də onlardan biri cümləsində buraxılmış şəkilçini müəyyən edin. Sən də onlardan birisən olmalıdır. Sən də burada xəbərlik şəklisidir. D variantı. 15-də. Nümunədə altına xətt çəkilmiş sözlərlə bağlı səhvi müəyyənləşdirin. Yar gülü telə bağlar, kəmərin belə bağlar. Baxaq, telə bağlar, burada telə yönlük halın şəklisidir. Kəmərin, sənin kəmərin, bu da mənsubiyyət şəklisidir. Ona görə yönlük hal və mənsubiyyət hardadır? Mənsubiyyətdir və özü isə adlıq haldadır. Burada kəmərin sözü. Deməli, yönlük və mənsubiyyət şəklisi. Yönlük və adlıq hal. D variantı. 16-da. Nümunədə altına xətt çəkilmiş sözlərlə bağlı səhvi müəyyənləşdirin. Mərmər abidələr, tökmə heykəllər, bəzəkdir hər böyük kiçik şəhərə. Baxaq, səhvi istəyir bizdən. Birinci cəm, ikincisi isə tək isimdir. Abidələr cəmdir, bəli, bəzəkdir, bu da tək isimdir. A düzgündür, bizdən səhv istəyir. B variantında hər iki sözün kökü isimdir. Abidə nə? Bəzə nə idi? Feil. Elə bu feil də axı ikincisi. Hər ikisinin kökü isimdir deyirdi bizə. Ona görə B səhvdir. 17-də. Gələn bəzirgandır, gedən xocadır cümləsində ümumi isimlər hansı şəkilçi ilə işlənmişdir? Burada ümumi isimlərimiz hansıdır? Bəzirgan, bir də xoca. Bəzirgandır, o bəzirgandırdır burada xəbərlik şəklisi, xocadır, o xocadır. Buradakı dır da xəbərlik şəklisidir, C variantı. 18-də xüsusi isim hansı şəkilçi ilə işlənmişdir? Ələsgərdir xüsusi isim, mənim adım, aləmi yandırır odum. Ələsgərdir, yəni ələsgərdir. Bunu qısaldılmış formasıdır. D variantı xəbərlik şəklisidir. 19-da sonu samitlə bitən isimlərdə təsirlik hal şəklisi hansı qrammatik şəkilçi ilə formaca oxşardır? Sonu samitlə bitən isim götürək. Məsəl üçün, kitab. Bura təsirlik hal şəklisi kitabı. Hansı qrammatik şəkilçi ilə formaca oxşardır? Kitabı. Baxın, biri var, kitabı mənə ver, bu zaman ı olacaq, təsirlik halın şəklisi. Bir də var ki, onun kitabı. Onun kitabı deyəndə o ı olacaq üçüncü şəxsin təkinin mənsubiyyət şəklisi. Ona görə düzgün variantımız Y variantı. 20-də. Sonu samitlə bitən isimlərdə yiyəlik hal şəklisi hansı qrammatik şəkilçi ilə formaca oxşardır? Sonu samitlə bitən kitab sözünü götürək. Yiyəlik halda işlədək kitabın. Kitabın səhifəsi deyəndə kitabın sözündəki ın yiyəlik halın şəklisidir. Bir də var ki, sənin kitabın. Bu zaman buradakı ın ikinci şəxsin təkinin mənsubiyyət şəklisi olacaq. Ona görə doğru variantımız A variantı. 21-də. İsimlərdə şəkilçi ardıcıllığı baxımından uyğunsuzluğu müəyyən edin. Mənsubiyyət şəklisi yiyəlik hal.
Məsələn, kitabım mənsubiyyət, kitabıma yiyəlik. Bu düzdür. Kitablarımız, kitablarımız doğrudur bu da. C variantında yönlük hal və xəbərli şəklisi kitaba və yaxud da ki, Səlimə. Məsələn, mənim sözüm Səlimədir. Birinci yönlük hal şəklisi gəldi, sonra xəbərli şəklisi. Bu da doğrudur. D variantında təslik hal plus xəbərli şəklisi. Məsələn, kitabı üstünə dır gələndə kitabıdır olur. Bu zaman təhsillik hal şəklisi yox, mənsubiyyət şəklisi olacaq. Yəni onun qoya bilirik həmin sözün qarşısına. Onun kitabı burada mənsubiyyətdir, xəbərlik şəklisi. Bu zaman təhsillik haldan çıxacaq, mənsubiyyət şəklisinə çevriləcək. Ona görə uyğunsuzluq D variantındadır. 22-də İsimlərdə şəkilçi ardıcıllığı baxımından uyğunluğu müəyyən edin deyir bizə. Xəbərli şəklisi plus çıxışlıq hal. Məsələn, şagirdəm xəbərlik şəklisi plus çıxışlıq hal dan. Şagirdəm dan olmur. Ona görə bu uyğunsuzluqdur. Bizdən uyğunluq istəyir. Mənsubiyyət şəklisi kitabım. Sonra cəm şəklisi kitabımlar. Bu da düzgün deyil. Yiyəlik hal kitabın, xəbərlik şəklisi dır. Kitabındır. Bu da uyğunsuzluqdur. Çünki bu zaman o yiyəlik hal deyil, mənsubiyyət şəklisi olacaq. Sənin kitabındır. Sənin kitabındır. Bu zaman yiyəlik hal olmayacaq. Mənsubiyyət olacaq. C-ni də çıxdıq. D variantına baxaq. Yönlük hal kitaba, mənsubiyyət şəklisi. Bir dəqiqə uşaqlar C-yə baxaq. Bir də yiyəlik hal, üstəgəl xəbərlik şəklisi. Olur. Bax, məsələn, söz sənubərindir. Sənubərin olacaq yiyəlik hal, dir xəbərlik şəklisi. Doğru variantımız elə C variantıdır uşaqlar. Uyğunluq istəyirdi bizdən. Bəli, C variantı doğru variantdır. Keçək 23-ə. Qeyri-müəyyən yiyəlik halda olan söz hansı nitq hissəsindən düzəlmişdir? Axtaraq burada qeyri-müəyyən yiyəlik halda olan sözümüzü. Gözəllik duyğusu, yəni gözəlliyin duyğusu, qeyri-müəyyən yiyəlik hal. Sonra ucaldır hər kəsi, duyub düşünməyə çağırır bizi. Gözəllik sözü hansı sözdən düzəlib uşaqlar? Gözəl sifətindən düzəlibdir. Ona görə A variantı. Keçək 24-ə. Hansı cümlədə altına xətt çəkilmiş söz isim deyil? Torpaq isimdir. Yun isimdir. Baxmayaraq ki, burada yun əlcək, necə əlcək sualına cavab veribdir yun sözü. İsimdir. Sadəcə olaraq sifətləşmiş isimdir. Keçək C variantına. Dünənkilərdən, bəli, dünənki. Ümumiyyətcə, ki və yaxud da ki, dakı üstü 2 sifət düzəldən şəkilçidir uşaqlar. Ona görə dünənkilərdən sifətdir. İsim deyil. Yəni, isim deyil. Doğru variantımız C variantı. Dəmir isimdir, gözəllik də isimdir. 25-də. Üzərində rəqəm yazılmış sözlərlə bağlı doğru fikirdir. Gülüşündə güllər açdı könlümüz, gözəl dünya, gözəllərin var olsun. Vurğunu da, yorğunu da biz oldu. Gözəl dünya, gözəllərin var olsun. 2 konkret isimdir, təslik haldadır. 2. Güllər konkretdir, bəli, təslik haldadır. Gülləri açdı könlümüz, gülləri qeyri-müəyyən təslik haldadır. 2 konkret isimdir. Güllər təslik halda baxaq. Gülüşündə güllər açdı könlümüz. Güllər açdı könlümüz. Gülləri yox, güllər açdı. Bu təslik yox, adlı haldadır, getdi. 3 isimdir, baxaq. 3 könlümüz isimdir, bəli. Saitlə başlanan hal şəklisi artırıldığına görə son saitini itirmişdir. Xeyr, saitlə başlayan, baxın bu sözün
kökü budur da, könül. Könül sözünə ümüz şəklisi artırılıb. Düzdür, saitlə başlayır. Ümüz şəklisi saitlə başlayır, ü saiti ilə. Amma ümüz hal şəklisi deyil, axı uşaqlar, mənsubiyyət şəklisidir. Yazmalıdır ki, saitlə başlanan hal yox, mənsubiyyət şəklisi artırıldığına görə son saitini itirmişdir. B də səhvdir. 4 və 5 təsdiq halda, təsdiq hal şəklisi qəbul etmiş. Baxaq, təsdiq hal şəklisi qəbul edibmi? Vurğunu da, yorğunu da biz olduq. Onun vurğunu, onun yorğunu. Bu təsdiq hal yox, mənsubiyyət şəklisi qəbul edib. Çünki uşaqlar qabağına onun qoya bilirik. Onun vurğunu, onun yorğunu. Amma burada hal şəklisi deyil. Ona görə C də səhvdir. Hamısı ad bildirmir. Baxaq. Yorğun ad bildirmir uşaqlar. 5. Yorğun ad bildirmir. Necə? Əlamət bildirir. Ona görə D variantı testin doğru cavabıdır. 26-da. İsmail bütün qrammatik şəkilləri qəbul edə bilməyən sözləri müəyyən edin. İlxı, ilxılar, ilxının, ilxıdır. Cəb, hal, mənsubiyyət, şəxs, ilxımız qəbul etdi. Bunu çıxaq, bilməyən istəyir. Dəmirçilik. Dəmirçilik, uşaqlar, sənət, peşə ya aid bir sözdür. O, larlər cəm şəklisini qəbul edə bilməz. Eyni zamanda əhali də cəm şəklisini qəbul edə bilməz. Yəni, dəmirçiliklər, əhalilər deyə bilmərik. Ona görə testin doğru variantı B variantı. 27. Əmim bağçada bir neçə armud ağacı əkmişdi cümləsindəki isimlə bağlı yanlış fikri müəyyən edin. Qeyri-müəyyən yiyəlik halda olan isim var. Baxaq. Bir neçə armudun ağacını əkmişdi. Baxın, armudun bu qeyri-müəyyən yiyəlik haldır. A getdi, bizdən yanlış istəyir. Eyni halda olan isim yoxdur. Əmim adlı hal, bağçada yerlik hal, armudun qeyri-müəyyən yiyəlik hal, ağacını yəni əkmişdi. Bu da qeyri-müəyyən təsdiq halı. Bəli, eyni halda isim yoxdur. Bunu da düzdür, getdi. Mənsubiyyət şəkilçili isimlər quruluşca sadədir. Əmim, mənim əmim. Mənim əmim bu adlı halda da özü də mənsubiyyət şəklisi qəbul etmişdir. Sadədir bu, bəli. Mənsubiyyət şəkilçili isimlər quruluşca sadədir. Əmim sadədir. Ağacını, bu da sadədir. C variantına mənsubiyyət şəkilçili isimlər quruluşca sadədir. Mənsubiyyət şəkilçili hansı isimdir burada? Əmim, mənim əmim, bax budur. Quruluşca sadədir, bəli. Sonra armudun ağacını, bəli, bu da sadədir. Bu da doğrudur uşaqlar. Keçək D-yə. Hal şəkilçili iki isim var. Hal şəkilçili isimimiz hansıdır? Bağçada. Bağçada bir isim. Sonra digərləri baxın. Armudun qeyri-müəyyən yiyəlik haldır. Ağacını, bu da qeyri-müəyyən təsdiq halıdır. Ona görə doğru variantımız D variantıdır. Yəni iki isim yox, bir isim oldu. O da bağçada. 28-ci testə keçək uşaqlar. Hansı fikirlə klasteri tamamlamaq olmaz? İsim cümlənin bütün cümlə üzvləri ola bilir. Bəli, hətta təyin də ola bilir. Sifətləşən zaman təyin də ola bilir. İsim əsasən mübtəda və tamamlıq olur. Bəli, əsasən isə isim mübtəda və tamamlıq olur. Yəni sintaktik vəzifəsi mübtəda və tamamlıqdır. Keçək bəndlərə. A variantında. Mürəkkəb isimlər bitişik, defislə və ayrı yazıla bilər. Bizdən olmazı istəyir. Deməli, 28-də bitişik. Dəvə, dabanı bitişik, defislə ayrı. Yox uşaqlar, defis... Deməli, defislə də yazıla bilir. Məsələn, dost düşmən defislə yazılır, amma ayrı yazıla bilməz. Ona görə elə səhvimiz A variantındadır.
B variantında məsəl üçün isimlərə artırılan qrammatik şəkillər müəyyən ardıcıllıqla artırılmalıdır. Bəli, təsirli halda olan isimlər bütün qrammatik şəkilləri qəbul etmir. D variantı insan anlayışı bildirən isimlər nə sualına da cavab verə bilər. Düzəltmə isimlər adlardan və feillərdən düzəlir. Bəli, düzəltmə isimlər adlardan və feillərdən düzəlir. Keçək 29-a. Hansı nümunədə ayrı-ayrılıqda isim, cəm, hal, mənsubiyyət və xəbərlik şəkillərini qəbul etmiş sözlər var? Hansı nümunədə ayrı-ayrılıqda ismin cəm, hal, mənsubiyyət və xəbərlik şəkilini qəbul etmiş sözlər vardır? Baxaq. Bəli, inan ki, sən ölümüm belə coşqun nəğmələrdə qərar tutacaq. Lər və də var. Burada cəm və hal şəklisi var. Digərləri yoxdur. B-də dünyada, da burada hal şəklisi yerlik hal. Gözəl şah əsərləri. İ burada mənsubiyyət şəklisi. Yaratdı, zəhmətin yiyəlik. Hamısı yoxdur uşaqlar. Lər, cəm. C variantı. Bəxtiyarsan əgər çəkdiyin əmək. Bəxtiyarsan əgər çəkdiyin əmək. Burada yoxdur. Keçək yuxarı. Cahan bağçasına. S və na. Yox, burada da yoxdur uşaqlar. Keçək D variantına. Ağıllı adamlar. Lar cəm şəklisi. Bilik kitabdadır. Axtarsın əgər. Yox, burada da yoxdur. Y-yə baxaq. İnsandır. Şəxsi məhəbbətin. İn burada. Yiyəlik hal şəklisi. Sevinci. İ mənsubiyyət. Sonra anadır yaraları, atadır məlhəmi. İnsandır deməli, xəbərlik şəklisi oldu. Məhəbbətin hal şəklisi oldu. Sevinci. Məhəbbətin sevinci. İ burada hal deyil, sevinci özü adlı haldadır. Qəmi, məhəbbətin qəmi. Anadır yaraları. Atadır məlhəmi. Onun məlhəmi. Bizdə nə istəyirdi? Hansı nümunədə ayrı-ayrılıqda ismin cəm, hal, mənsubiyyət və xəbərlik şəkillərini qəbul etmiş sözlər vardır? Ayrı-ayrılıqda ismin cəm, hal, mənsubiyyət və xəbərlik şəkillərini. Mənsubiyyət və xəbərlik şəkillərini. Baxaq, anadır xəbərlik şəklisi, məhəbbətin hal şəklisi, sevinci. Məhəbbətin sevinci. İ burada mənsubiyyət şəklisidir. Mənsubiyyətimiz də var. Nə qaldı? Lar, lər qaldı. Cəm şəklisi. Anadır yaraları. Baxın, bunlar da cəm şəklisi. Doğru variantımız Y variantı. 30-da. Uyğun fikri müəyyən edin. Yaxşı, qoca, bəs fikrin nədir? Adlıq halda olan isim cümlə üzvüdür. Baxaq, adlıq halda olan isimizə. Qoca, bəs fikrin nədir? Fikrin adlıq halda olan isimdir. Buradakı in mənsubiyyət şəklisidir. Sənin fikrin. Bu adlıq haldadır, doğrudur. Elə A variantıdır da doğrusu. Məsələn, B variantına baxaq. Düşmənin tikəsindən dostun şilləsi yaxşıdır. Hal şəkilçisi qəbul etmiş isim. Hanı hal şəkilçili? Düşmənin. Bu isim. Həm də sifət işlənmişdir. Tikəsindən. Burada da bir hal şəklisi var. Bu da isimdir. Dostum, burada sifət yoxdur axı. Yaxşıdır sifətdir, amma dır burada xəbərlik şəklisidir. Doğrudur yazıb, ona görə səhvdir. C variantında daş daşlığa yağar, dolu dəryaya. İsmin iki halından istifadə olunmuşdur. Baxaq, daş, adlıq, daşlığa yönlük, yağar, dolu dəryaya. Bəli, doğrudur, amma yanlış yazıb. Ona görə C də yox. D variantında mənim bağım, baharım, həm gülüm, həm bülbülüm sənsən. Şəxs əvəzliyi mübtəda vəzifəsindədir. Hansıdır? Şəxs əvəzliyimiz mənim. Tək mübtəda ola bilməz axı. Burada yiyəlik hal var. Yiyəlik hal olanda özündən sonraki sözlə bir yerdə mübtəda olur. Buradakı sənsən, bir dənə şəxs əvəzliyimiz var. Bu isə xəbər vəzifəsindədir. Bunu səhv deyir, amma doğru yazıb qarşısına. Ona görə bu da səhvdir. Y-də
Ata minəndə özünü, atdan düşəndə atı unutma. Bütün isimlər qoşma ilə işlənə bilər. Ata. Ata ismi qoşma ilə işlənə bilər. Məsəl üçün, ata ilə. Digər ismimiz hansıdır? Atdan. At ilə. Düşəndə atı unutma. Bütün isimlər qoşma ilə işlənə bilər. Düşəndə atı unutma. Burada uşaqlar ata minəndə özünü atdan düşəndə atı unutma. Baxın, ata, yəni burada heyvan mənasındadır. Atdan da heyvandır. Atı unutma. Baxın, ata ilə. Burada ata ilə, yəni ana, ata mənasında olanda qoşma ilə işlənə bilir. Amma ata yönlü halda necə qoşma ilə işlənsin ki? Ata minəndə və yaxud da ki, atdan üçün, atı. Bir dəqiqə, qoşmalar deməli adlıq, yiyəlik, yönlük və çıxışlıq halına deyilmi qoşulur? Atı unutma. Burada atı təsirlik hal var. Təsirlik hala qoşulmur axı. Qoşma. Ona görə bu səhvdir Y variantı, amma qarşısında doğrudur yazıbdır. Ona görə Y də səhvdir. Keçək 31-ə. Nümunədəki isimlərlə bağlı səhvi müəyyən edin. İsimlərimizi axtaraq. Azadlıq, Səhərini, Həsrət, İstiqlal, Vuruş isimdir, Ocaq, Bayraq, Qan, Yaşa ev vətən oğlu, vətən oğlu xitab, torpaq, millət, torpaq, bu qədər. Bizdən səhvi istəyir. Birinci misradakı isimlərdən biri yiyəlik, biri təslik, biri adlıq haldadır. Azadlığın səhəri, bu qeyri-müəyyən yiyəlik oldu. Təsirlik. Səhər, azadlığın səhəri, i burada mənsubiyyət, digər i təslik halın şəklisi, bu da oldu, təslik də oldu. Digəri adlıq haldadır, həsrət ilə anmasın, bu da adlıqdır. Bu düzdür, bizdən səhvi istəyir. Üçüncü misradakı bu. İsimlərin biri təsirlik, digəri yiyəlik haldadır. Baxaq. Üç rəngli bayrağı, onun bayrağı, n. N burada, i burada təsirlik haldır. Düzdür. Digəri yiyəlik haldadır. Qanınla. Yəni, sənin qanın. In burada mənsubiyyət şəklisidir. Amma burada deyir ki, yiyəlik halın şəklisidir. B variantında səhv var. Keçək 32-yə. Nümunədəki isimlərlə bağlı səhvi müəyyənləşdirin. Ovçu isimimiz, insaf. Elə keçmə bu düzdən isim, çöllər, qızını, qoyma ağrı keçə ürəyimizdən, ağrı, qanına, boyana ceyran, nə gözəl yaraşır, muğana ceyran. Birinci misradakı isimlərdən biri adlıq, digəri çıxışlıq haldadır. Ovçu adlıq, düzdən çıxışlıq A getdi, səhvi istəyir. Üçüncü misradakı 1, 2, üçüncü və burada. Üçüncü misradakı isimlərdən biri adlıq, digəri yerlik haldadır. Ağrı adlıq haldır, ürəyimizdən çıxışlıq halda. Amma bu deyir yerlik haldadır. Ona görə səhvdir. B variantı səhvdir.